Salam, hər vaxtınız xeyir olsun müəllimlər və şagirdlər. Demək, bugün sizin nəzərinizə çatdıracağım köməkçi nitq hissələrin amonimi. Həm verilən suallar əsasında, həm də belə ümumiyyətlə sınaqlarda demək olar ki, sonra buraxılışın özündə də köməkçi nitq hissələrinin amonimliyinə toxunulur. Bütün demək olar ki, köməkçi nitq hissələrinin amonimliyi var. Ona əsasən hər birinə dair nümunələr əsasında yazıb göstərəcəm. Ola bilər ki, izah əsnasında nə isə unudaram, nə isə yazmaram. Siz rəy bölməsindən yazarsınız, mən də orada cavablandıraram. Gəldik. İlk öncə başlayaq biz ilədən. İlənin qısaldılmışı lalədən. Yəni bu yerinə görə həm bağlayıcı ola bilir, yerinə görə olur həm qoşma, yerinə görə olur zərf düzəldən leksik şəkilçi. Bunu necə bir-birindən ayıracaq? Nümunələr əsasında göstərək. Məsələn, yazaq ki, Eyvazla Gülşən Xampərinin yanına getdilər. Eyvazla Gülşən Xampərinin yanına getdilər. Sonra digər cümlədə yazaq. Nə yazaq? Yazaq ki, məhəbbət dastanları ustadnamə ilə bitir. Belə yazaq. Məhəbbət dastanları ustadnamə ilə bitir. Ola bilər, xəttim tez-tez yazıram deyən, səliqəsiz görünə bilər, yola vermək olar xətti. Məsələn, sonra yaza bilərik ki, məsələn, Dərya diqqətlə danışılanlara qulaq asır. İndi keçdik bunun göstərək görək nədir. Məsələn, Eyvazla Gülşən Xampərinin yanına getdilər. Nə etdilər? Getdilər kim? Eyvazla Gülşən. Mən əgər bax buradakı lanı və ilə əvəzləşdirə bilirəmsə, bu olur bağlayıcı. Ondan da əlavə mən sonda xəbərin üzərindəki cəm şəkilçisinə baxmalıyam. Əgər həmcis mübtədaları lalə birləşdiribsə, yəni və-ni tapa bilməsək, ondan da əlavə xəbərə baxmalıyam ki, xəbər üçüncü şəxsin cəmində olanda bilin ki, bu bağlayıcıdır. Məsələn, məhəbbət dastanları ustadnamə ilə bitir. Nə ilə bitir? Sualına cavab verə bilirəmsə, nə ilə baxırıq? Ustadnamə ilə bitir. Nə ilə sualına və yaxud kim ilə sualına cavab verirsə, bu da olur qoşma. Digərinə baxırıq. Dərya diqqətlə danışılanlara qulaq asırdı. Nə edirdi? Qulaq asırdı. Kim? Dərya nə tərzdə? Diqqətlə. Nə tərzdə sualına cavab verirsə, burada zərf düzəldən leksik şəkilçi olur. Ondan əlavə mücərrəd isimlərə qoşulur adətən zərf düzəldən leksik şəkilçi. Caya baxaq. Cə. Yerinə görə olur ədat, yerinə görə olur qoşma, yerinə görə olur zərf düzəldən leksik şəkilçi. Yeni nümunələr əsasında göstərək. Məsələn, verək birinci. Tural sakitcə içəri daxil oldu. Tural sakitcə içəri daxil oldu. Sonra digər tərəfdən bir başqa cümlə. Yol boyunca çinar ağacları əkilmişdi. Sonra digər tərəfdən də məsələn, aramızda olan problemləri dostca həll etdik. 3 nümunə əsasında yazdıq. İndi baxdıq, görək nədir? Tural sakitcə içəri daxil oldu. Əgər mən buradakı bu cə-cəyə baxıramsa, cə-cə. Mən çünki canın
dediyim kimi həm ədad, həm qoşma, həm də zərf ola bilər. Mən nəyinə baxacağam? Ca özünüz bilirsiniz ki, ədad qüvvətləndirmə funksiyasına, ifadələri, sözləri qüvvətləndirmə funksiyasına baxır. Mən canı rahatçılıqla cümlədən çıxartsam, cümlənin mənası dəyişəsi deyil. Sadəcə qüvvəsi, biraz demə tonu aşağı düşəcək. Məsələn, Tural sakit içəri daxil oldu və ya Tural sakitcə içəri daxil oldu. Görürsünüz, çıxartdım cümlədən heç bir dəyişiklik baş vermədi. Deməli, burada bu ədaddır. Yol boyunca çınar ağacları əkilmişdi. Yol boyu ilə. Mən ilə ilə əvəzləşdirə bilirəm sonu. Yol boyu qədər çınar ağacları əkilmişdi, olur qoşma. Yox, aramızda olan problemləri dostca həll etdik. Dost həll etdik deyə bilmədiyimə görə, yəni rahatçılıqla cümlədən çıxarda bilmədiyimə görə, çıxartsam cümlənin məzmunu dəyişəcək deyən, ona görə burada dostca nə tərzdə oldu? Zərf düzəldən leksik şəkil. Bu da oldu zərf düzəldən leksik şəkil. Bunu da belə bir-birindən ayırmaq olar. Gəldik digər köməkçi nitq hissəmiz olan, baxaq nəyə toxunaq digərində. Əvvəl. Bu əvvəl sözünə baxaq. Bu əvvəl yerinə görə həm zərf olur, yerinə görə də olur qoşma. Bunları bir-birindən necə fərqləndirək? Yenə nümunələr əsasında yazaq. Məsələn, deyirəm ki, işə başlamazdan əvvəl bismillah gətirmək lazımdır. İşə başlamazdan əvvəl Bismillah gətirmək lazımdır. Gətirmək lazımdır. Bir də digər cümlədə yazaq. Məsələn, nə yazaq? Əvvəl dərslərinə hazırlaş, sonra mənə kömək edərsən. Aha, yazdıq nümunələr əsasında. İndi baxaq. Yadınızda saxlayın. Bu qoşma olaraq qoşmanın adından bilindiyi kimi sözə qoşulur, özündən əvvəlki gələn sözə, ifadəyə qoşulur, bir məna çaları yaradır. Yəni, cümlə üzv olur, belə də desək. Çünki bu köməkçi nitq hissələrindən olan qoşma yeganə köməkçi nitq hissəsidir ki, bu digərlərində yoxdur. Qoşulduğu sözlə birgə cümlə üzvü olur. Və adətən ismin adlıq, yiyəlik, yönlük və çıxışlıq halına qoşulur. Təsirlik və yerlik hala qoşula bilmir. Mən ondan bilməliyəm ki, bu qoşmadan öncə mütləq bir hal şəkilçisi gəlməlidir. Ona görə də işə başlamazdan əvvəl bismillah gətirmək lazımdır. Nə zaman? İşə başlamazdan əvvəl. Deməli, buradakı əvvəl çıxışlıq hala qoşulmuş, zaman məzmunu yaratmış qoşmadır. Bunu buradan bildik, belə qoşmadır. Bir də bir şey yadınızda saxlayın ki, qoşma ilə cümlə başlaya bilməz. Qoşma nəyəsə qoşulub mənaçaları yarada bilər. Əvvəl dərslərinə hazırlaş, sonra mənə kömək edərsən. Cümlənin əvvəlində gəlmiş və özündən əvvəlki heç bir hala qoşulmayan, ola bilər cümlənin ortasında da gələ bilər. Gərək heç bir hala qoşulmayan halda bu olur zaman zərfi. Əvvəl dərslərinə hazırlaş, sonra mənə kömək edərsən. Nə zaman? Əvvəl. Burada da oldu zaman zərfi. Bunu da belə ayırmaq olar, bir-birindən fərqləndirmək olar. Gəldik digər bizim köməkçi nitq hissəmiz olan, baxım görüm, qabaq sözü. Məsələn, qabaqdan başlayaq. Qabaq. Qabaq yerinə görə həm isim olur, həm qoşma olur, həm də digər tərəfdən zərf olur. Zərf. İndi nümunələr əsasında göstərək. Məsələn, verək buradan qabaq sözünü. Məsələn, gəlməmişdən qabaq xəbər et. Gəlməmişdən qabaq xəbər et. Sonra digər tərəfdən ikinci cümlə nə gətirək? Getməmişdən 2 gün qabaq hazırlaşmağa başladı. Bir də belə verək. Getməmişdən belə
də. Getməmişdən 2 gün qabaq hazırlaşmağa başladı. Sonra digər, məsələn, nə cümləsində işlədək. Məsələn, deyək ki, qabaq çox zəngin mineral tərkibə malik bitkidir. Qabaq çox zəngin mineral tərkibə malikdir. Tərkibə malik bitkidir. İndi deməli, getməmişdən qabaq xəbər et. Deməli, getməmişdən qabaq xəbər et. Yenə baxırıq ki, ismin çıxış halına qoşulmuş zaman məzmunu yaradan zaman qoşmasıdır. Nə zaman? Sonra getməmişdən 2 gün qabaq hazırlaşmağa başladı. Nə zaman? Görürsünüz, heç bir hala qoşulmayıb. Sap formadadır. Nə zaman hazırlaşmağa başladı? Getməmişdən 2 gün qabaq. Burada da zaman zərfi yaratdı. Sonra qabaq çox zəngin mineral tərkibə malik bitkidir. Nə qabaq? Burada isə isim olaraq nə sualına cavab verər? İsim olur. Qabaq bilirsiniz nədir? Boranı biz tərəfdə Qarabağ zonasında ona boranı deyirlər, balqabaq deyirlər. Yəni qabaq. Sonra bu qabağın da amonimliyini belə tapdıq. Sonra gəldik digər nə verə bilərik? Köməkçi nitqçilərə bəri sözü. Elə bəridən buradan yazaq. Bəri yerinə görə həm qoşma olur. Yerinə görə olur zərf. Məsələn, nümunə ilə göstərək. Məsələn, verək nə? Məsələn, deyək ki, Hüseyin gedəndən bəri ondan xəbər yox idi. Sonra ikinci cümləyə nə yazaq? Məsələn. Yazaq bara, sən bir bəri gəl. Belə yazaq. Sən bir bəri gəl. Gəldik. Bax, Hüseyin gedəndən bəri ondan xəbər yox idi. İsmin çıxış halına qoşulmuş. Nə zamandan ondan xəbər yox idi? Hüseyin gedəndən bəri. Çıxış hala qoşulmuş bəri oldu qoşma. Sən bir bəri gəl. Hara gəl? Nə et gəl? Kimsən? Bəri hara? Bu isə oldu yer zərfi. Bunu da belə tapmaq olar. Sonra digər tərəfdən görüm hansı köməkçi nitqçisi ağlıma gəlir. Elə kimini. Kimi ilə başlayaq. Məsələn, kimini yazaq. Davam eləyək daha doğrusu. Kimi yerinə görə qoşma olur. Kimi yerinə görə əvəzlik olur. Nümunələr əsasında göstərək. Məsələn, deyirəm ki, yay kimi dartınıb, ox kimi süzüb. Yay kimi dartınıb, ox kimi süzüb. Hətta bu qoşmanın, bu kiminin həm bəzətmə qoşması var, həm də məsafə qoşması var. Sonra ikinci cümləyə nə yazaq? Məsələn, bu günlərdə kimi görmüsən. Aha. İndi gəldik, baxaq. Məsələn, deyirəm ki, yay kimi dartınıb, ox kimi süzüb. Buradakı kimi bənzətmə qoşmasıdır. Ox kimi süzüb. Bu qoşmadır.
Bu günlərdə kimi görmüsən? Buradakı kimi isə qeyri-müəyyən əvəzlikdir. Oldu burada əvəzlik. Hətta mən onu məsələn digər qoşmanın məna növündə də işlədə bilərəm kimini. Məsələn deyirəm ki, səhərə kimi məsafə qoşması. Səhərə kimi bizi gözlədi. Nə zamana kimi? Zaman məzmunu bildirdi. Sonra gəldik digər tərəfdən, məsələn, nə düzəldək? Verək bir qoşması neymiş? Bir ədatının həm də sayının amonimliyi cümlə əsasında işlədək. Məsələn, deyirəm ki, cümlə əsasında. Siz bir dayanın, dayanın, əl saxlayın. Sonra digər nə cümləsi yazaq? Babamın həyətində bir yük maşını dayanmışdı. Bir yük maşını dayanmışdı. İki nümunə əsasında göstərdik. Deyir ki, siz bir dayanın, əl saxlayın. Əgər mən bax buradakı bu biri konkret sayla əvəzləşdirə bilməyəcəmsə, məsələn 2, 3 və daha artıq konkret saylarla əvəzləşdirə bilmirəmsə, həm də suala cavab vermirsə, bu onsuz da olur ədat. İndi say kimi eləyəndə isə konkret saylarla əvəzləşə bilər. Məsələn, babamın həyətində bir yük maşını dayanmışdı və yaxud 2 yük maşını dayanmışdı. Nə qədər? Bir yük maşını. Deməli, konkret saylarla əvəzlənirsə, bu olur əvəzlik. Yox, konkret saylarla, dəqiq saylarla əvəzlənmirsə və suala cavab vermirsə, bu da olur ədat. Bunu da bu formada bir-birindən əvəzləşdirə bilərsiniz. Gəldik digər köməkçi nitq hissələrinə olan sonra sözü. Sonra sözdə yerinə görə həm olur zərf, zaman zərfi, həm də olur yerinə görə qoşma. Zaman məzmunu bildirən qoşma. Nümunələr əsasında göstərək nümunələr. Məsələn, deyirəm ki, onlar kəndə bizdən sonra çatdılar. Bir də deyək ki, məsələn, sonra siniflə birgə gəzintiyə çıxdı. İki cümlə verdik. Məsələn, deyirəm, onlar kəndə bizdən sonra çatdı. İsmin çıxış xalına qoşulmuş və zaman məzmunu nə zaman? Zaman məzmunu yaratmış söz köməkçi nitq hissəsidir, yəni qoşmadır. Sonra siniflə birgə gəzintiyə çıxdı. Nə zaman? Yəni cümlənin əvvəlində gəlir. Ümumiyyətlə zaman heç bir hal şəkilsinə qoşulmayaraq yaradır zərf. Zaman zərfi. Bunu da bu tipli, bu forma tətbiq edib cümlələrlə sual əsasında tapmaq olar. Sonra gəldik, nə yazaq, hansını yazaq, ağlıma nə gəlir? Qədər. Qədər yerinə görə həm isim olur, həm də qoşma olur. Məsələn, tutalım, qədəri qoşma kimi nətər eləyək. Məsələn, gələnlər 30 nəfərə qədər idilər. Bir belə də cümlə verək. Bir də verək, nə verək? Məsələn, qədər yazdığına bizdə çarə yox. Deməli, gələnlər 30 nəfərə qədər idilər. 30 nəfərə qədər.
İsmin çıxış halına qoşulmuş, yönlük halına qoşulmuş qədər burada qoşmadır. Bir də qədər yazdığına bizdə çarə yox. Nə yazdığına, qədər yazdığına. Burada isə nə sonra cavab verərək, yəni isim olur. Burada da isim. Bunu da bir-birindən belə fərqləndirmək olar. Sonra digər tərəfdən görüm nə yadıma gəlir. Nə gəlir? Hə, sarı sözü. Sarı sözünü, sarı sözü yerinə görə həm feil olur. Yerinə görə olur qoşma. Yerinə görə olur sifət. Bunu fərqləndirmək rahat olar məncə. Məsələn, cümlələr əsasında göstərək, verək. Məsələn, deyək ki, şəhərə sarı gedərkən, sarı gedərkən, belə yazılır. Şəhərə sarı gedəndə dostunu gördü. Sonra digər tərəfdən cümlədə nə yazaq? Sarı rəng, sarı payızın rəngidir. Bir də digər tərəfdən qolunu bərk-bərk, məsələn, nə yazaq? Qolunu bərk sarıdı. Aha. Yazdıq cümlə. Məsələn, şəhərə sarı gedəndə dostunu gördü. Şəhərə sarı. İsmin yönlük halına qoşulmuş hara? Sarı. Şəhərə sarı. Şəhərə sarı gedəndə dostunu gördü. Şəhərə tərəf. Şəhərə sarı. Hətta özünün sinonim yoldaşları ilə də əvəzləşdirmək olar. İsmin yönlük halına qoşulmuş qoşmadır. Şəhərə sarı. Oldu burada qoşma. Sonra sarı rəng payız rəngidir. Sarı rəng payızın rəngidir. Hansı rəng? Sifətin sualına cavab verir. Yəni sifətdir. Cümlədə təyin olur. Bu da oldu sifət əlamət bildirdiyinə görə. Bir də qolunu bərk-bərk sarıdı. Bu da oldu feil kimi. Yəni sarımaq mənasında. Yerinə görə oldu qoşma, yerinə görə oldu sifət, yerinə görə də oldu feil. Sonra şəhərə sarı gedəndə dostunu gördü. Şəhərə tərəf. İstiqamət qoşması. Sonra gəldik digər tərəfdən. Tərəf. Tərəf yerinə görə həm isim olur, yerinə görə də olur qoşma. Qoşma. Məsələn, cümlədə işlədək. Deyək ki, məsələn, nə yazaq? Kazarma küçənin o biri tərəfində idi. Digər tərəfdən necə cümlə yazaq? Məsələn, Əsəd vəldən enib kəndə tərəf baxdı. Kazarma küçənin o biri tərəfində idi. Harada idi? O biri tərəfində idi. Burada oldu, yəni ismin heç bir halına qoşulmayaraq. Burada oldu, ümumiyyətlə də isim. Digərinə baxaq. Əsəd vəldən inib kəndə tərəf baxdı. Kəndə tərəf baxdı. İsmin yönlük halına qoşulmuş oldu bu qoşma. Kəndə tərəf. Sonra digər tərəfdən bunu da belə bir-birindən fərqləndirmək olar. Sonra nə ağlıma gəlir? Qarşı sözü. Qarşı.
Qarşı yerinə görə isim olur. Yerinə görə olur sifət. Yerinə görə də olur qoşma. Qoşma. Bunları bir-birindən cümlələr əsasında fərqləndirək. Məsələn, nə yazaq? Verə bilərik. Azərbaycan xalqı dostlarına qarşı mehriban, düşmənlərə qarşı isə amansız olub. Bir belə cümlə yazaq, digər belə cümlə yazaq. Qarşıda dayanan dostunu tanımadı. Qarşısında dayanan dostunu tanımadı. Bir də digər tərəfdən üçüncü. Qarşı tərəf. Məsələn, yazmaq olar. Məsələn, qarşı tərəf alatoranlıq idi. Qarşı tərəf alatoranlıq idi. Üç cümlə. Üç cümlə əsasında indi müəyyən eləyək görək. Hansıdır? Aha. Deməli, Azərbaycan xalqı dostlarına qarşı mehriban, düşmənlərə qarşı isə amansız olub. Burada yönlü hala qoşularaq qarşı sözü qoşma yaradıb. Qoşma köməkli diksiyası olur. Sonra qarşısında dayanan dostunu tanımadı. Qarşısında, harada? Sualına cavab verərək bu isə isimdir. Qarşı sözü burada isim. Digər tərəfdə baxırıq. Qarşı tərəf alatoranlıq idi. Necə idi? Alatoranlıq idi. Hansı tərəf? Qarşı tərəf. Sifətdir burada da. Yəni nitq hissəsi olaraq sifət. Bunları da bu vasitə ilə bir-birindən ayırmaq olar. Sonra keçək digər nümunəyə. Digər köməkçi nitq hissəsi olan elə kini yazaq. Ki yerinə görə ədat olur. Yerinə görə olur bağlayıcı. Məsələn, deyirəm ki, oxumur ki, oxumur. Bir də yazaq ki, nə yazaq burada? Yazaq ki, elə yavaş danışır ki, eşitmək olmur. Elə yavaş danışır ki, eşitmək olmur. Bir də nə yazaq? Üçüncüyə, çünki ədatın iki yerdə. Biri var qüvvətlendirici ədat da olur ki, bir də var sual ədatında. Məsələn, belə cümlə verək. Ay xəmbəri, daha biz niyə burada durmuşuq ki? Ay xəmbəri, daha biz niyə burada durmuşuq ki? İndi gəldik, baxaq görək bunları bir-birindən fərqləndirək. Baxın, deyir ki, oxumur ki, oxumur. İki təkrarlanan feilin ortasında gəlmiş ki, qüvvətləndirici ədatdır. Oxumur ki, oxumur, danışmır ki, danışmır, demir ki, demir, gülmür ki, gülmür. Bu oldu ədat. Sonra elə üçdən də yola çıxaq. Ay xəmbəri, daha biz niyə burada durmuşuq ki? Sual məzmunu yaradaraq cümlənin sonunda gəlir və özündən sonra sual duruq işarəsindən istifadə olunursa, bu da olur. Ədat, sual ədatı. Ancaq yadınıza saxlayın. Feili xəbərdən sonra gəlsin, elə ismi xəbərdən sonra gəlsin.
Gələn kilər isə olur nə? Bağlayıcı. Bağlayıcı. Tabellik bağlayıcısı olur. Bir də əlavə qeyd verim. Bu ədat adətən qüvvətlendirici ədat funksiyası olaraq ad bildirən sözlərdən sonra gəlir. Necə məsələn isimdən sonra gəlir və yaxud əvəzlikdən sonra gəlir. Məsələn deyirəm sən ki bizə inanırdın. Ad bildirən sözlərdən sonra gəlir, qüvvətləndirmə funksiyası yerinə yetirir. Adətən cümlənin əvvəlində gələ bilər. Sonra digər tərəfdən köməkçi nitq hissəmizin omonimliyi nə olsun? Məxsus. Məxsus. Məxsus yerinə görə həm olur qoşma, yerinə görə olur sifət. İndi bunlar bir-bir cümlələr əsasında fərqləndirək. Məsələn, verək, nə verək? Məsələn, sənə məxsus olanlara sahib çıx. Sənə məxsus olanlara sahib çıx. Bir də digər tərəfdən hansı cümlədə işlədək? Əlinin özünə məxsus, əlinin özünə məxsus bir təbiəti İki cümlə əsasında yazdıq. Baxaq görək. Deyir ki, əlini sənə məxsus olanlara sahib çıx. Sənə xas, sənə məxsus. İsmin yönlük halına qoşularaq qoşma yaradır. Gəl, əlinin özünə məxsus bir təbiəti, bir düşüncəsi var. Özünə məxsus. Necə? Burada isə sifət funksiyasını daşıyır. Yəni, morfoloji xüsusiyyət olaraq sifət olur. Deməli, bu da oldu sifət. Sonra digər tərəfdən köməkçi nitq hissəmiz nə gəlsin? Ya. Məsələn, yanı. Yanın amonimliyi. Ya yerinə görə olur bağlayıcı. Ya yerinə görə olur ədat. Yox, ədat nə idi? Nida. İndi cümlələr əsasında göstərək. Məsələn, deyirəm ki, sən kömək ol. Kömək ol. Ya xaliq. Ya xaliq. Nida. Sonra digər cümlədə işlədək. Məsələn, ya o gedəcək, ya o gedəcək, ya da mən. İki cümlə yazdıq. Məsələn, deyirəm ki, sən kömək ol, ya xaliq. Çağırış nidasıdırsa, ümumiyyətlə, çağırış məzmunu bildirirsə, bu nidadır. Və yaxud ikinci cümlədə, ya o gedəcək, ya da mən. Ya o gedəcək, ya da mən. Bu isə oldu bağlayıcı. Sonra digər tərəfdən gəldik digərə. Bu da yayda bölüşdürmə bağlayıcısıdır. Onu da qeyd edib. Gəldik sonra nə? Nə yerinə görə həm olur sual ədatı. Yerinə görə olur bağlayıcı. Yerinə görə də olur əvəzlik. İndi nümunələr əsasında göstərək. Məsələn, deyirəm ki, nə olan işdir? Nə olan işdir? Sonra digər başqa bir nümunə. Nə şiş yansın, nə kebab. Məsələn, söz elədik ki, nə şiş yansın, nə kebab. Nə şiş yansın, nə kebab. Digərdə dərə, nə dərə. Dərə, nə dərə.
Aha. Nə olan? Nə olan işləyir? Burada nə? Sual əvəzliyidir. Sualın özünün məzmunundan, cümlənin özünün məzmunundan görür ki, sual cümləsi. Deməli, burada nə? Sual əvəzliyi olacaq. Nə şiş yansın, nə kebab. Buradakı nə yadınızda saxlayın ki, inkarlıq bağlayıcısıdır. Ondan da əlavə bir şey də qeyd edeyim. İnkarlıq bağlayıcısı olanda cümlədə cümlə özü məzmunu inkarlıq məzmunu daşıyır, amma xəbərlər təsdiqdə olur. Məsələn, nə şiş yansın, nə kebab yansın. Sonra dərə, nə dərə. Burada da qüvvətləndirmə funksiyasını yerinə yetirən ədatdır. Deməli, burada oldu ədat. Burada oldu bağlayıcı. Burada da oldu sual əvəzliyi. Sual əvəzliyi. Aha. Sonra gəldik digər tərəfdən artıq sözünün izahına. Artıq yerinə görə olur isim. Artıq yerinə görə olur sifət. Sonra artıq yerinə görə olur zərf. Artıq yerinə görə olur ədat. Nümunələr əsasında göstərək. Məsələn, nə nümunəsi yazaq? Artıq tamah baş yarar. Artıq tamah baş yarar. Sonra nə yazaq? Artıq tamah baş yarar. Məsələn, burada nə verək? Hüsnün olduqca füzun eşq əhli artıq zar olur. Sonra digər tərəfdən nə verək? Artıqları toplayıb bir kənara qoymalıyıq. Sonra digər tərəfdən artıq mənim səndən, artıq mənim səndən heç bir istəyim yoxdur. Belə göstərək. İstəyim yoxdur. İndi baxdıq. Deyirəm ki, artıq tamah baş yarar. Necə tamah baş yarar? Necə sualına cavab verirsə, burada sifət funksiyasındadır. Morfoloji cəhətdən sifətdir. Hüsnün olduqca füzun, eşq əhli artıq zar olur. Nə edir? Zar olur. Artıq bu doğrudur, bu da zərf. Nə qədər zar olur? Artıq zar olur. Sonra gəldik digər tərəfə. Artıqları toplayıb bir kənara qoymalıyıq. Nəyi? Artıqları. Burada ismin sualına cavab verir, isimdir. Artıq mənim səndən heç bir istəyim yoxdur. Buradakı da artıq suala cavab vermədiyi üçün bu da oldu ədat. Sonra gəldik digərinə. Nə yazaq? Heç. Məsələn, heç olur ədat. Demək olar ki, bu da bəzən düşür. Amonimlikləri. Hər ehtimala hamısını yadda saxlamaq olar. Heç, bir olur zərf. Bir də heçi isim kimi qəbul etmək olar morfoloji cəhətdən. Nümunələr əsasında göstərək. Heç başa düşmədim ki, heç başa
düşmədim ki, heç başa düşmədim ki, nə deyir? Sonra digər tərəfdən nə yazaq? Heç belə külək olar. Sual işarəsi, sual cümləsi daha doğrusu. Sonra zəhmət çəkməyən adam heçdir. Zəhmət çəkməyən adam heçdir. Məsələn, heç başa düşmədim ki, nə deyir? Necə başa düşmədim? Heç başa düşmədim. Burada oldu zərf. Sonra heç belə külək olar. Burada isə suala cavab vermədən olur ədat. Təsdiq və inkarı bildirən ədatdır. Zəhmət çəkməyən adam heçdir. Kimdir? Heçdir. Bu da oldu isim. Gəldik, sonra görək hansı köməkçi nitqsənin amonimliyi var. Məsələn, var, nə var? Belə. Belə. Beləni mən həm ədat kimi götürəcəm, həm də əvəzlik, işarə əvəzliyi kimi. Məsələn, deyirəm ki, nümunələr əsasında deyirəm, belə gec niyə gəldin? Belə gec niyə gəldin? Bir də digər tərəfdən nə cümləsi yaradaq, quraq. Belə gec niyə gəldin? Bir də deyirəm ki, sən belə ona inanırsan. Sən belə ona inanırsan. Sən belə ona inanırsan. Belə gec niyə gəldin? Belə necə? Say əvəz edir. Say nə idi? Sifəti əvəz edir cümlədə. Olur təyin. Bu oldu əvəzlik. Sən belə ona inanırsan. Sən belə ona inanırsan. Suala cavab vermədən. Suala cavab vermir və olur ədat. Gəldik digər. Başqa hansı köməkçi nitqsələrimizin amonimliyi qaldı? Aha, qaldı da. Demək olar ki, o da tez-tez düşür. Danı mən həm bağlayıcı. Danı mən ədat kimi yaza bilərəm. Danı bəzən uşaqlar nəyində qarışdırır, onu da qeyd edeyim. Bu da şəkilçi olaraq da amonim funksiya daşıyır. Yerinə görə qrammatik şəkilçi olur, yerlik halın şəkilçisi olur. Yerinə görə zərf düzəldən zaman məzmunu yaradır, zərf düzəldən leksik şəkilçi olur. Onu bu bağlayıcı ilə ədatla qarışdırırlar. Onu bir qarışdırmaq olmaz. Çünki onlar şəkilçi olaraq sözə bitişik yazılır. Amma bunlar köməkçi nitq hissələri olaraq ayrı yazılır. Bir də bunu harda qarışdırırlar uşaqlar? Ki ədatı ilə, ki bağlayıcısında. Onu leksik şəkilçi ilə də qarışdırırlar. Yerinə görə sifət yaradan, yerinə görə isim yaradan şəkilçi var. O da eynən bu da kimidir. Sözə bitişik yazılanda ümumiyyətlə şəkilçi olur. Sözdən ayrı yazılanda o cümlənin məzmununa baxırsınız da. Ya bağlayıcı olur, ya da ədat olur. Ya da ədat olur. Gəldik indi danın bağlayıcı yoxsa ədat kimi bir-birindən necə fərqləndirəcəyik? Məsələn, tutalım deyirəm, tapşırıqları yerinə yetir də. Bir də yazaq. Nə yazaq? Sən də gələcəksən. Sən də gələcəksən. Baxın. Tapşırıqları yerinə yetir də. Buradakı də ədatdır. Bunu necə fərqləndirəcəm?
Bunu mən dabə. Bunu mən digər izahlarımda da vermişəm. Burada da bir nəzərinizə çatdırım. Dabə, dənə, dana. Elə bir rayon şivələrindən əvəzləşdirirsiniz də. Əvəzləşirsə, bu demək ədatdır. Məsələn, tapşırıqları yerinə yetir dana, yerinə yetir dənə, yerinə yetir dabə. Bunda olur ədat. Sən də gələcəksən. Bu isə sadalama funksiyası yaratmalıdır. Öz fikrində bunları sadalamalısan. Məsələn, sən də, o da, Əli də, Vəli də gələcəksiniz və yaxud gələcəksən. Bax, orada cümlədə sadalama funksiyası. Məsələn, sən də, o da, gələcəksən. Əgər yaradırsınızsa, sadalama funksiyası yaradırsınızsa, bu cümlənin məzmunu pozulmursa, bu bağlayıcıdır. Yadınızda qalsın, bağlayıcı. Gəldik, baxaq görək bir də hansı köməkçi nitq hissələri nə yaza bilərik? Köməkçi nitq hissələrindən ancaq. Ancaq həm ədat olur, həm də bağlayıcı olur. Məsələn, ədat və bağlayıcı göstərək. Məsələn, nümunə əsasında buna ancaq təəccüb etmək olar. Bir də digər cümlə yazın. Səni gözlədik, ancaq gəlmədin. Səni gözlədik, ancaq gəlmədin. Aha. Deyirəm, buna ancaq təəccüb etmək olar. Buna yalnız təəccüb etmək olar. Əvəzləşirsə və yaxud iki cümlə bir-biri ilə qarşılaşmırsa, bu olur ədat. Gəldik digərinə baxaq. Məsələn, səni gözlədik, ancaq gəlmədin. Səni gözlədik, lakin gəlmədin. Səni gözlədik, fəqət gəlmədin. Səni gözlədik, amma gəlmədin. Əgər əvəzləşirsə digər sinonim yoldaşları ilə və iki cümlə bir-biri ilə mürəkkəb cümlələr qarşılaşdırılırsa, bilin ki, bu bağlayıcıdır. Bu da belə bağlayıcını bu formada öyrənə bilərsiniz. Gəldik digər köməkçi nitq hissələrindən olan, görək nəyimiz var. Aha, gəldik digər köməkçi nitq hissəmiz olan doğru sözünə baxmağa. Doğru. Doğru yerinə görə həm qoşma olur. Doğru həm də yerinə görə sifət ola bilər. Sifət. Məsələn, nümunələrlə göstərək. Məsələn, bizə doğru yönələn, bizə doğru yönələn ittihamda doğru münasibət axtardıq. Aha, elə bunu bir cümlə əsasında yazacağım, çünki içərisində ikisi də var. Həm qoşması var, həm də sifəti. Bizə doğru yönələn ittihamda doğru münasibət axtardıq. Bizə doğru. Burada olur qoşma. Bir də deyirəm ki, bu oldu qoşma. Bizə doğru yönələn ittihamda doğru münasibət axtardıq. Necə münasibət axtardıq? Bu da oldu sifət. Tək. Tək yerinə görə həm say olur, tək yerinə görə ədat olur, tək yerinə görə olur sifət, tək yerinə görə olur isim, bir də qoşma olur. Qoşma. Nümunələr əsasında göstərək. Məsələn, deyirəm ki, nə verək burada? Ana gözünü tək övladına dikmişdi. Ana gözünü tək övladına dikmişdi. Övladına dikmişdi.
Bir də digər tərəfdən ikinci cümlə nə yazaq? Xamradov məmnun halda tək əlini onun çiyninə qoydu. Belə yazaq elə. Xanmuradov tək əlini, yox. Xammuradov məmnun halda tək əlini onun çiyninə qoydu. Çiyninə qoydu. Bu da belə. Sonra nə verək? Sonra üçüncüyə. Məsələn, müəllim tək uşaqlara savad öyrətməklə kifayətlənməməlidir. Bəli. Müəllim tək uşaqlara savad öyrətməməlidir. Bir də digər tərəfdən nə verək? Torpağımın təkində nələr yox idi. Torpağımın təkində nələr yox idi. Bir də nə yazaq? Nə verək? Lalə tək qızarmaq üz qaydasıdır. Lalə tək qızarmaq üz qaydasıdır. Belə. Deməli, ana gözünü tək övladına dikmişdi. Yəni bir övladına. Konkret sayla əvəzləşə bilirsə bu tək olur nə? Qoşma. Sonra digər tərəfdən Xamradov məmnun halda tək əlini onun çiyninə qoydu. Necə əlini? Hansı əlini? Tək əlini. Burada oldu sifət. Qoşma niyə yazdım ki mən burada? Say deyib qoşma yazıram. Say. Sonra müəllim tək uşaqlara savad öyrətməməlidir. Müəllim tək uşaqlara, burada oldu ədat. Sonra digər tərəfdən torpağımın təkində nələr yox idi. Torpağımın təkində oldu bu da nədə? Torpağımın təkində harada oldu? Bu da isim. Sonra lalə tək qızarmaq üz qaydasıdır. Lalə kimi qızarmaq üz qaydasıdır. Bu da oldu qoşma. Sonra gəldik digər köməkçi nitq hissəsinə nə verə bilərik? Başqa. Başqa yerinə görə həm qoşma olur, həm də olur sifət. Məsələn, cümlədə işlədək. Biri. Qonşunun həyəti başqa qapıya açılırdı. Bir də digər tərəfdən yazaq. Sənin haqqında yaxşılıqdan başqa heç nə eşitməmişəm. Deməli, 2 nümunə əsasında baxaq görək. Qonşunun həyəti başqa qapıya açılırdı. Hansı qapıya açılırdı? Başqa. Bu oldu burada sifət. Sənin haqqında yaxşılıqdan başqa heç nə eşitməmişəm. İsmin çıxış xalına qoşulmuş başqa sözü oldu qoşma.
Yaxşılıqdan başqa, nədən başqa. Bu da oldu qoşma. Sonra gəldik. Məsələn, verək hansı köməkçi nitq hissəmizi özgə. Demək olar ki, elə özgə də tez-tez düşür. Özgə sınaqlara. Məsələn, özgə həm qoşma kimi ola bilər. Özgə həm sifət kimi ola bilər. Özgə həm isim kimi ola bilər. Məsələn, tutalım. Nümunələrlə göstərək. Nə verək? Qeyriləri etdilər, tərəqqi tam. Qeyriləri etdilər, tərəqqi tam. Sonra məsələn, ikinciyə verir. Əhməddən başqa heç kimin yazısı hazır deyil. Bir belə cümlə verir. Hazır deyil. Sonra bir də verək, nə verək? Məsələn, qeyri-söhbətlərlə məsələn, qeyri-söhbətlərlə vaxtını alma. Üç nümunə yazaq. Nümunə əsasında yola çıxaq. Qeyriləri etdilər, tərəqqi tam. Qeyriləri kim? Bu oldu isim. Sonra Əhməddən başqa heç kimin yazısı hazır deyil. Kimdən başqa? Əhməddən başqa. İsimin çıxış halına qoşulmuş başqa. Oldu nə? Qoşma. Sonra qeyri-söhbətlərlə vaxtını alma. Hansı söhbətlərlə? Bu da oldu sifət. Bunu da belə bir-birlərindən fərqləndirmək olar. Sonra görək nəyin əsasında yola çıxaq. Əlavə. Əlavə. Yerinə görə olur sifət. Yerinə görə olur isim. Yerinə görə də olacaq qoşma. Nümunə əsasında göstərək. Məsələn, əlavəni necə cümlədə işlədə bilək? Başlayaq da. Əlavə vaxt qazanmaq üçün əlindən gələni edirdi. Sonra məsələn nə yazaq? Yazaq mən əlavələrin yerini müəyyənləşdirdim. Sonra üçüncüyə nə nümunəsi verək? Dostundan, məsələn, dostundan əlavə, dostundan əlavə onların köməyi yox idi. Nə gözəl xəttim var, nə gözəl. Yox idi. İndi gəldik. Məsələn, deyirəm ki, əlavə vaxt qazanmaq üçün əlindən gələni edirdi. Necə vaxt qazanmaq üçün? Əlavə. Sifət. Mən əlavələrin yerini müəyyənləşdirdim. Əlavələrin yerini. Bu nə? Oldu isim. Və yaxud dostundan əlavə onların köməyi yox idi. İsimin çıxış halına qoşulmuş əlavə oldu kimdən? Onların köməyi yox. Kimdən əlavə? Dostundan əlavə. Bu da oldu qoşma. Bunu da belə fərqləndirə bilərik.
Sonra gəldik nəyimiz var, maşallah o qədərdir ki. Sonra mən verə bilərəm əsasən sözü. Əsasən. Əsasən də yerinə görə olur qoşma, yerinə görə ola bilər zərf. Nümunələrindən göstərək, məsələn. Necə verək, nə verək? Ərizəyə əsasən, ərizəyə əsasən qərar çıxarılmışdı. Qərar çıxarıl. Aha. Bir də yazaq. Qəsəbənin kənarında, qəsəbənin əsasən məsələn, bunu necə verək? Qəsəbənin kənarı belə verək. Qəsəbənin kənarı əsasən nə verək? Otla örtülmüşdü. Otla örtülmüşdü. Belə vermək olar. Qəsəbənin kənarı əsasən otla örtülmüşdü. Məsələn, ərizəyə əsasən qərar çıxarıldı. Qərar çıxarıldı əsasən necə? Bu da oldu burada zərf. Digərinə baxaq. Qəsəbənin kənarı əsasən otla örtülmüşdü. Buradakı da əsasən oldu qoşma. Sonra baxaq görək bizim köməkçi nitqçilərimizin amonimliyindən nə qala bilər. Məsələn, bu fikirləşim. Məsələn, verək elə gör sözünü. Gör sözünü. Həm mən fiil kim işlədə bilərəm? Həm də işlədə bilərəm görü, ədat kimi. Ədat kimi. Məsələn, cümlədə işlədək. Görü cümlədə. Məsələn, eşqin yolunda, gör bir nələr var. Gör bir nələr var. Bir də digər tərəfdən nə verək? Məsələn, sən mənim baxtımı gör. Sən mənim baxtımı gör. İndi baxdıq. Deyirəm ki, eşq yolunda gör bir nələr var. Buradakı gör suala cavab vermədən olur ədat. Digərinə baxaq. Sən mənim baxtımı gör. Nə et? Bu da oldu da fiil, yəni fiili xəbər. Sonra digər tərəfdən köməkçi nitqçilərindən təki. Təki. Təkiyə baxaq. Təki həm olur ədat. Təkini mən həm də qoşma kimi verə bilərəm. İndi nümunələrlə göstərək. Məsələn, nə verək? Təki Fərhaddan xəbər bilərdik. Bir belə cümlə. Bir də digər tərəfdən. Məsələn, əmək cəbhəsində də çalışdı. Əskər təki. Aha. Deyirəm ki, təki Fərhaddan xəbər bilərdik. Kaş Fərhaddan xəbər bilərdik. Arzu ədat. İndi əmək cəbhəsində də çalışırdı əskər təki, əskər kimi.
Bu da oldu burada boşmu? Belə asan yolla tapmaq olar. Sonra digər tərəfdən nəyimiz ola bilər? Bircə sözü. Aha. Bircə. Bircəni mən həm işlədə bilərəm say kimi, həm verə bilərəm ədat kimi. Ədat. Məsələn, necə verək cümlələrdə? Cümlə. Bircə. Bir də bircə həm də öz aralarında da köməkçi nitq hissələrinin ədatın öz məna növləri arasında da amonimliyi var. Məsələn, yerinə görə həm məhdudlaşdırıcı olur, həm arzu ədat olur. İndi nümunələrlə göstərək. Məsələn, bircə səni görməyə gəlib, bircə səni görməyə gəlib. Bir də deyirəm ki, bircə, məsələn, nə kimi verək? Bircə çovğun kəssəydi, bircə çovğun kəssəydi, bircə çovğun kəssəydi, sonra digər tərəfdən nə kimi verək? Məsələn, bircə gün bu işə bəsdir. Bircə gün bu işə bəsdir. İşə bəsdir. Aha. Gəldik. Deyirəm, bircə səni görməyə gəlib. Burada məhdudlaşdırıcı ədatdır. Mən bircəni yalnız sözü ilə əvəzləşdirib arzu ədatından fərqləndirə bilərəm. Burada oldu ədat məhdudlaşdırıcı özdə. Sonra bircə çovğun kəssəydi. Kaş çovğun kəssəydi. Burada da kaşla əvəzləşdirsəm olur ədat, arzu ədatı. Sonra digərdə isə say kimi. Necə? Bircə gün bu işə bəsdir. İkicə gün, üçcə gün bu işə bəsdir. Konkret sayla əvəzləşdirə bilirəmsə, bu da olur say. Belə. Sonra digər tərəfdən maşallah qutarmırıq. Bayaqdan izah gedir. Sonra əsla. Əsla. Əslanı mən verəcəm həm zərf kimi, həm verəcəm ədat kimi. İndi necə eləyəcəyik? Məsələn, deyirəm ki, bu kitab əsla ələ keçməz. Məsələn, bu kitab əsla ələ keçməz. Bir də deyirəm ki, məsələn, əsla elə bir şey yoxdur. Əsla elə şey yoxdur. Bu kitab əsla ələ keçməz. Əsla ələ keçməz. Bunda olacaq əsla. Nə etməz, ələ keçməz. Necə? Əsla. Bunda olur zərf. Əsla elə şey yoxdur. Burada da suala vermədən olur ədat. Məsələn, verək cümlələrdə. Məsələn, deyə bilərik ki, mil düzü böyük miqyasda suvarma və meliorasiya işləri aparılır. Mil düzündə belə yazaq. Mil düzündə böyük miqyasda suvarma və meliorasiya belə götürək səlqəli formada. Meliorasiya
işləri aparırlar. Sonra digər tərəfdən nə cümləsi verək? Kolların düz, belə yazaq, kolların düz cərgələri uzanıb gedirdi. Sonra digər tərəfdən. Məsələn, düz oturub durmur. Məsələn, düz oturub durmur. Sonra digər tərəfdən. Məsələn, Məşədi Abbas düz yarım saat gözlədi. Sonra bir də nə yaza bilərik? Nə yazaq? Məsələn, verilənləri bir bə bir yerinə düz. Aha, gəldi indi. Baxaq görək. Deyirəm ki, mil düzündə böyük miqyasda suvarma və meliorasiya işləri aparılır. Mil düzündə harada? Burada oldu isim. Sonra kolların düz cərgələri uzanıb gedirdi. Hansı cərgələri? Düz. Burada oldu sifət. Düz oturub durmur. Nə tərzdə? Bu da oldu zərf. Feilin yanına gəldiyinə görə. Məşədi Abbas düz yarım saat gözlədi. Buradakı da düz. Suala cavab vermir və olur ədat. Sonra digər tərəfdən deyirəm ki, verilənləri bir bə bir yerinə düz. Nə et? Bu da oldu feil. Görüm sonra nəyimiz var bizim köməkçi nitq hissələrindən? Nəyimiz var? Elə gəl sözü. Gəl. Məsələn, gəli mən feil kimi də eləyə bilərəm. Gəli mən əmr ədatı kimi də. Ədat. Məsələn, tutalım. Nümunələrlə göstərək. Deyək ki, gəl dediklərimə qulaq as. Gəl dediklərimə qulaq as. Oğul. Bir də yazaq. Məsələn, duman, gəl get bu dağlardan. Duman. Gəl get bu dağlardan. Bunda da mən deyəcəm ki, məsələn, gəl dediklərimə qulaq as. Əmr ədatıdır. Adətən yadınızda saxlayın, cümlənin əvvəlində olur və əmr cümlələrində olur. Bu da oldu ədat, əmr ədatı. Duman, gəl get bu dağlardan. Nə et? Get. Daha şeirdən götürülmüş bir misradır. Burada da oldu feil. Sonra görüm nəyimiz qaldı bizim orada, nəyimiz qaldı. Bir dənə görüm, bir fikrimdən keçirim görüm nəyimiz qaldı. Ay. Yerinə görə mən onun nida kim eləyəcəm? Çağırış nidası. Yerinə görə də isim eləyəcəm. Ola bilər nəysə unutmuş olaram. Yadımdan çıxar köməkçi nitq hissələrinin amonimliyi. Siz də bildiklərinizdən yazarsınız. Məsələn, ayı mən götürəcəm nə kimi? Ayın da öz aralarında həm qorxu nidası var, amonimliyi, həm də çağırış nidası var. Ona əsasən nümunə yazıb göstərəcəm. Məsələn, deyək ki,
Məsələn, ay buludlar arasından siyrilib məsələn çıxdı. Sonra digər tərəfdən nə yazaq? Məsələn, ay cəmaət çağırış kimi. Ay cəmaət. Ay cəmaət. Bu nə xəbərdir? Bu nə xəbərdir? Sonra bir dənə də yazaq. Nə yazaq? Məsələn, ay ürəyim qopdu. Ay ürəyim qopdu. Qopdu ki. Belə. Nida cümləsi. İndi gəldik. Ay buludlar arasından siyrilib çıxdı. Nə? Ay. Burada olur isim. Və yaxud ay cəmaət. Bu nə xəbərdir? Burada isə nidadır, çağırış nidasıdır. Nida, çağırış. Sonra ay ürəyim qopdu ki. Burada isə qorxu bildirən nidadır. Nida. Qorxu. Belə yazırıq. Məncə yadımda olanları nəql elədim. Bir dənə göz atım görüm yazdıqlarıma. Ola bilər nəyəsə unudaram. Ola bilər nəyəsə də mexaniki səhv eləyərəm. Ona da keçərsiz. Maşallah bu qədər məlumat, material ötürdüm sizə. Xeyrini görəsiz. Bərəkətlə işlədəsiz. Siz də belə uzun uzadı belə baxın. Belə diqqətlə qulaq asın. Sizə xoş izləmələr. Canınız sağ olsun. Sağ olun, salamat qalın.